Axşamınız xeyir, diqqət mərkəzinə baxırsınız. İranın nüvə proqramı ətrafında gərginlik pik nöqtəyə çatıb. Dünya mediasında İsrailin İranın nüvə obyektlərinə zərbə endirməyə artıq tam hazır olması barədə məlumatlar yayılır. Benjamin Netanyahu ilə Donald Trump arasında telefon danışığından sonra Birləşmiş Ştatların İraqdan özünün ikinci dərəcəli diplomatlarını, həmçinin səfirlik əməkdaşlarının ailələrini çıxartması İrana zərbə indiriləcəyi ehtimallarını artırır. İran da cavabsız qalmır. Zərbə indirəcəyi təqdirdə həm İsrailə, həm də yaxın şərqdəki ABŞ bazalarına zərbələr indiriləcəyi bildirilir. Amma məsələnin gücə əl atmadan həll ediləcəyi ehtimalı da var. İyunun 15-də Birləşmiş Ştatlar və İran arasında dolayı danışıqlar baş tutmalıdır və güman ki, bu danışıqlar həlledici xarakterli olacaq. İrana zərbələr indirilə bilərmi və bu baş verərsə hadisələr hansı istiqamətdə cərəyan edəcək? Bu gün diqqət mərkəzində bunu müzakirə edəcəyik və məsələnin müzakirəsi üçün studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkili Rasim Musabəyev, Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev, siyasi şərhçilər Zəkə Cəfərli və Rauf Rəcəbov. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Bütün dünya indi fikirləşir, vuracaq, vurmayacaq. İş hətta o yerə gəlib çatıb ki, Amerika mediasında, hansı Amerika mətbuat orqanları Pentagonun ətrafında yerləşən pizzeriyalarda axşam vaxtı istehsal olunan və Pentagona çatdırılan pizzaların sayını ölçməyə başlayıblar ki, və nəticəyə çıxarırlar ki, əgər axşam vaxtı bu qədər pizza aparılırsa, deməli Pentagonda gərgin iş gedir, nəyəsə hazırlaşırlar. İndi mən sizdən soruşmaq istəyirəm, necə hesab edirsiniz? Vuracaq, vurmayacaq? Onu demək olar ki, əgər sizin verdiyiniz sual İrana hücum olunacaq, yoxsa olmayacaq, əgər bu sualda burada əsas belə soruşmaq olar. Söhbət İsraildən gedirsə və Netanyahu hökumətindən gedirsə, görünür olur ki, onlar çox ciddi şəkildə belə bir istəyi var. Yəni İranın nüvə proqramına birbaşa hücum. Burada bunun qarşısında duran əlbəttə ki, Birləşmiş Ştatların prezidenti Donald Trumpdır. Çünki o, yaxın şərqdə yeni konfliktlərin, yeni müharibələrin yaranmasını istəmir, buna səbəb olmaq istəmir. Yəni, o hakimiyyətə gəlməmişdən qabaq seçki kampaniyasındakı vədlərində də bunu bildirmişdi ki, müharibələri dayandıracaq. Ona görə bunun qarşısında, yəni İsrailin İrana hücum etmə istəyinin qarşısındakı maneə Birləşmiş Ştatlar və Trumpdır. Və vurulandığı kimi, burada əsas danışıqlardakı problemli məsələ İranın nüvə zənginləşdirməyəcəyi, uranı zənginləşdirməyəcəyi öz ərazisində. Orada qoyulan məhdudiyyətlər var. Yəni 2015-ci ildəki müqavilədə ora İrana məhdudiyyət qoyulmuşdu ki, 3,67%, 300 kiloqram və artıq bundan keçilib. Və həmin mərhələyə qaytarılması məsələsi müzakirə olunur, amma bu əgər İranın ərazisində olmayacaqsa, İran bunu açıq şəkildə imtina edir. Çünki İran bunu bu cür şərh edir ki, bu yəni bizim nüvə proqramından imtina etməyimiz deməkdir. Ona görə bununla razılaşmırlar. Qarşı tərəf isə öz şərtini irəli sürür. Hətta axırıncı mərhələdə danışıqlarda onlar təklif eləmişdilər ki, regiondakı bir neçə Omanın adı hallanırdı, Qatarın adı hallanırdı. Bu ölkələrlə birlikdə nüvə proqramına nəzarət mexanizmi formalaşdırsınlar İranın və İran bundan razı deyil. İndi belə görünür ki, iki seçim verilir İrana, Birləşmiş Ştatlar və İsrail tərəfindən. Ya danışıqlara davam edib bu şərtlərlə razılaşmalıdır, ya da Birləşmiş Ştatlar İsrailin İrana hücumuna göz yumacaq, dəstək verəcək, hansısa formada bu prosesin tərkib hissəsinə çevriləcək. Yəni İran bu iki seçimdən birini etməlidir. Həqiqətən də kritik bir vəziyyətdir. Zəkə müəllim, yəni ki, region, yaxın şərq regionu növbəti böyük müharibənin, belə deyək də, astanasındadır, bir addımlığındadır. Sadəcə olaraq indi bu müharibədən kim qalib çıxacaq? Çünki əgər İsrail bombalasa, amma İranın nüvə obyektlərini belə sıradan çıxara bilməsə, bu İsrailin məğlubiyyətidir. Və çünki İranın da cavabı olacaq. Burada yəni yeganə hədəf İranın nüvə obyektləri deyil. Çünki yadınızdadırsa hələ danışıqlar başlayanda, Birləşmiş Ştatlarla İran arasında danışıqlar başlayanda İsrail tərəfi də, Amerikadakı Yahudi lobbisi də ballistik raket proqramlarının İranın regional proksi şəbəkəsinin də danışıqların çərçivəsinə alınmasını istəyirdi. Amma bu nüvə istiqamətində getdi. Yəni onsuz da İsrailin İranla olan tək problemi nüvə məsələsi deyil. İranın regional siyasəti, İranın ballistik raket proqramı, bunlar hamısı İsrailin hədəfindədir və əgər İsrail İrana hücum edəcəksə, yəni bu hücum təkcə, yəni görünür olur ki, təkcə nüvə obyektlərinə və yaxud nüvə proqramına olmayacaq. Belə bir hücumun... Burada bir şey, yəni İsrail, bunu hərbi ekspertlərin hesablama, İsrail Amerikanın dəstəyi olmadan effektiv bir nəticə əldə edə bilməyəcəkdir. Yəni bu hücumlar aparılırsa, yəni bu Amerikanın dediyiniz kimi xeyir duası ilə olmalıdır. Bəs Amerika özünü kənarda saxlaya biləcəkmi? Yəni böyük ehtimalla olmayacaq. Çünki əgər İsrailə bir hücum olacaqsa, bu deməkdir ki, Amerika da işin içərisində olacaq. Amerikanın bütün regiondakı hərbi infrastrukturu hazır vəziyyətə gətirilməlidir və o cavab, İranın verəcəyi cavab nə olacaqsa, yəni ona da bir cavab verilməlidir. Ona görə indi yenə bayaq dediyim məsələ qalır ki, seçim qarşısında olan tərəf İrandır. İrana verilir bu seçimlər. Əgər İran faktiki olaraq nüvə proqramından imtina eləməsə, ki nüvə proqramından imtina eləmək
növbəti dəfə artıq təzyiq göstərəcəklər ki, onda ballistik raket proqramından imtina eləsin. Yəni bu davam edəcək. Ona görə onlar da bu vəziyyətdə belə vəziyyət yaranır ki, artıq hücum olunmalıdır, yəni bu danışılır. Bu hücum olunanda İran nə cavab verə bilər? İndiyə qədər İranın verdiyi cavablar İsrailə ya Amerikaya, yəni həqiqətən də deyə bilərik ki, ciddi bir cavab verə bilməyib İran. Nə Qasım Süleymani öldürüləndən sonra İran, Amerika, yəni bazalarını vurdular, amma orada bir Amerika əsgərləri ölməmişdi, bir şey olmamışdı. Bu hücumlardan sonra İsrailə ballistik raket atdılar, amma orada da yəni bir mülki vətəndaş idi, o da desən elə Fələstində ölmüşdü. Yəni ciddi İsrailin və Birləşmiş Ştatların regiondakı hərbi infrastrukturuna və maraqlarına zərbə vuracaq gücü yoxdur əslində İranın. Ona görə belə bir sual işarəsidir ki, İran nə cavab verə bilər? Yəni həqiqətən İran effektiv bir şəkildə cavab verə bilərmi belə bir hücuma? Mən yəni bazıları vuracaq, tutaq ki, bunun da cavabı olacaq amma İrana yenə də. Peki, son nəticədə qərarı Vaşinqtonda verəcəklər. Düzgündür. Yəni yekun qərar bu məsələyə bağlı Vaşinqtonda veriləcək, Prezident Trump tərəfindən veriləcək. Mənə elə gəlir ki, Prezident Trump özü bu müharibənin, yəni böyük bir regional müharibənin olmasını istəmir, öz nə qalsa. Amma o demək deyil ki, Prezident Trumpın rəhbərliyi dövründə Amerika regiondakı heç bir konfliktdə iştirak eləməyəcək, heç bir konfliktin, yəni belə deyək, qızışmasında, eskalasiyanın artmasında olmayacaq. Yəni birinci prezidentlik dövründə elədiklərini yalnız görürük ki, sadəcə şantaj, hədələmək, təhdid deyil, yəni real belə deyək, güc göstərir bəzən lazım olanda Trump. Bu da ola bilər. Yəni bu mümkündür. İrana zərbələr endirilməsi Amerika, İsrail tərəfindən, yəni birlikdə, Birləşmiş Ştatlar və İsrail tərəfindən bu məncə çox realdır, mümkün ssenari. İstəyər ki, olmasın yəqin ki. Amma əgər bu istiqamət ora gedirsə, İrana zərbələr vurulmaq, yəni İranın nüvə proqramı ilə bağlı ona bir sərt mesaj verilməlidirsə, onu məncə eləyəcəklər. Yəni İranın vurulmağı düşünmürəm ki, Prezident Trump üçün hər hansısa bir problem yaradır ki, yox, mən bunu eləmək istəmirəm və heç vaxt eləməyəcəm. Yəni lazım olsa bu olacaq və istiqamət də müəyyən məndə onu göstərir. Böyük ehtimalla bu ola bilər. Şərq çox böyük bir təhlükənin qarşısındadır və bu təhlükənin həm Azərbaycana, həm Cənubi Qafqaz regionuna öz xüsusi təsirləri ola bilər. Bizə baxdığınıza görə təşəkkür edirəm. Gecəniz xeyir olsun.